Həqiqi sahəsi 1562,5 kvadrat kilometr olan meşənin xəritə üzərindəki sahəsi 2,5 kvadrat santimetrdir. Həmin xəritədə meşənin qərbindən şərqinə məsafə 22,2 santimetr olarsa, həqiqi məsafəni hesablayın. İlk növbədə biz həqiqi sahəsi 1562,5 kvadrat kilometr olan meşənin və xəritədə sahəsi 2,5 santimetr kvadrat olan bu meşənin miqyasını tapaq, xəritə üzrə miqyasını təyin edək. Bunun üçün xəritədəki biz miqyası təyin etmək üçün miqyası bərabər edirik. Sahə məsələlərində əsasən kökün altında həqiqi sahəmiz bölünməlidir xəritədəki sahəyə. Belə ki, biz ilk növbədə burada həqiqi sahəmizi 1500 demək 62,5 kvadrat kilometr dediyimiz kimi bunu bölməli olacaq 2,5-ə və biz bunu təbii ki, bölüb kökdən çıxartmalıyıq. Demək, bunu böldükdə bizə 625 cavabı gəlir. Yəni, bununla biz m kvadratı, yəni miqyasın kvadratını almış oluruq. Amma bizə miqyası təyin etmək lazım olan, biz burada cavabı 625 yox, doğru cavab kimi 25 kilometr, yəni miqyasımız 1 santimetr üçün bərabər olacaq 25 kilometrə. Və beləcə həmin xəritədə meşənin qərbindən şərqinə də bu məsafənin 22 santimetr, 22,2 santimetr olduğunu nəzərə alarıqsa və bunu təyin edək bu zaman və bu zaman biz x-i tapmaq istəsək 22,2 santimetri vurmalı olacaq xəritənin miqyası, yəni 25-ə və beləcə cavabımız 555 kilometr olacaq ki, və bu bizim doğru cavabımız olacaq. Demək, doğru bəndimiz burada 555 kilometr olacaq.